Selamünaleyküm mənim dəyərli izləyicilərim. Deməli bu gün Xocəsəndəyik. Bax Xocəsəndə. Baxın görürsüz bax Lomanov Universitetinə yaxın. Bax buradan da bax Xocəsən məktəb yoludur. Bu poliklinika qalxan yoldur. Baxın. Bax bir dənə belə mənzilimiz, demək 2 mərtəbəli, 5 otaqlı mənzildir. 4 otaq yuxarıda, 1 otaq da aşağıdadır. İndi həyətdə biraz tamamlanma işləri gedir, təmir işləri gedir. Onlar da yekunlaşmaq üzrədir. Bir dənə belə mənzilimiz satışdadır. İndi içərisini göstər. Bax görürsünüz ki, bax bura həyətdə. Bax görürsünüz. Burada indi tamamlanma işləri gedir, bax təmir işləri. Burada göz pilləkən qoyulmayıbdı, o da pilləkən qoyulacaq. Görürsünüz, bax həyəti. Baxın, dizayna baxın. Bax görürsünüz, aşağını göstərim sizə. Baxın. Bax bütün görürsünüz, bütün divarları bax qabançıqlardır. Bütün bax görürsünüz. Tam etdi, hamısı alınıbdı, qoyulubdu. Burası tamamlanma işləri gedir. Baxın, buradan göstərim. Kombi sistem. Bir dənə bax görürsünüz, bir otaq aşağıda təmirsizdir. Baxsana, bax buranın da məsələn alan adam yəqin ki, özü təmir edəcək. 2 otaq da eləyə bilər, bir dənə böyük zal da eləyə bilər. Bu da ayaq yoludur. Bunun da bütün alınıbdı bütün materialları. Alan adam yəqin ki, özü tamamlayacaqdır. Yuxarını göstərim də sizə. Baxın, buradan belə göstərim həyəti. Görürsünüz, hələ buranın terasına baxın, terasına. Baxın, dincəlmək üçün, baxın, stolu, baxın, qəşəng, necə düzəldiblər, qəşəng səlqəli. Baxın, evin içini göstərəcəm sizə. Baxın, indi evin içindəyik. Görürsünüz, bax, buranın stalovusudur. Qəşəng səlqəli stalovusu, bax, görürsünüz. Bura kuxnasıdır. Terası göstərim sizə, buradan. Baxın, görün necə qəşəng səlqəli düzəldilibdir. Bir dənə belə mənzilimiz satışdadır. 4 otaq yuxarıda, 1 otaq da aşağıda. Bura belə 1 otaq sərgəli. Bir də məsələ bax, görürsünüz belə qəşəng sərgəli otaqdır. Burada teras şeydir. Hamam tualet görürsünüz, sanitör qovşağı. Bir dənə belə qəşəng sərgəli evimizdir. Qiymət də 135 mindir. Sənəddə bələdiyyənin 2006-da yəni. Kupsiya tamam yaralıdır. İstəyən olsa əlaqə saxlasın, gətirək göstərək. Onu da deyim ki, mənzildə ağır əşyalar qalacaqdır. Televizordur, bəzi xırda əşyalar götürüləcəkdir. Alıcılarımızı gözləyirik.